Görəsən atası olduğumu hiss eləyir. Bəs nə? Görün necə sakitdir. Hiss edir ki, siz onun yanındasınız. Həm də ki, uşaqlar biz böyüklərdən fərqli olaraq hər şeyi daha yaxşı hiss edirlər. Lalə. Yaxşı at ola bilməməkdən qorxuram. Yaxşı at olmaq üçün vaxt lazımdır. Hər şey birdən-birə yaxşı olmur ki. Siz yaxşı at olmağı Muradla bir yerdə öyrənəcəksiniz. O xəstələnən vaxt səhərə qədər başında gözləyəndə, yıxılıb sizin yanınıza gələndə, bax, hamısını onda öyrənəcəksiniz. Əslində, anasız uşaq böyütməyin ən çətin tərəfi də budur. Siz həm atanı, həm də ananı əvəz eləməlisiniz. Ay sevgilim, bilsən necə darıxıram sənin üçün. Səhər axşam, gündüz gecə darıxıram sənin üçün. Ay sevgilim, bilsən necə darıxıram sənin üçün. Səhər axşam, gündüz gecə darıxıram sənin üçün. Darıxıram divanə tək, Şama həsrət pərvanə tək, bu hicrana dözmür ürək. Darıxıram sənin üçün, darıxıram divanə tək, Şama həsrət pərvanə tək, bu hicrana dözmür ürək. Darıxıram sənin üçün, darıxıram qucaq-qucaq, qəlbim köksündən çıxacaq. Burada nə var utanacaq? Darıxıram sənin üçün, darıxıram qucaq-qucaq, qəlbim köksündən çıxacaq. Burada nə var utanacaq? Darıxıram sənin üçün. Darıxıram dönə-dönə, qəlbim dönür qəm evinə. Sən yanımda olsan belə, darıxıram sənin üçün. Darıxıram divanə tək, Şama həsrət pərvanə tək, bu hicrana dözmür ürək. Darıxıram sənin üçün, darıxıram divanə tək,
Necəsən? Yaxşıyam, sən necəsən? Çox darıxmışdım. Deyirəm kaş əvvəlki vaxtlarımız olardı. Kaş. Gözəlləşmisən ha. Deyirəm kaş burada ikimiz olardıq. Baş-başa, ha? Nurlan, anamı tək qoyub gəlmişəm. Çox vaxtım yoxdur. Sən də görüm, səni kim satıb? Kim olacaq? Atan. Sən başına hava gəlir. Nə danışırsan? O mənim atam deyil. Mən nə eləmişsən, ha? Ay qız, mən də sənin gələcək ərinəm də. Atasıymış. Ayten birdən ağlayıb eləsə çıxardıb təmiz havada gəzdirərsən. Amma əynini qalın geyindir. Yaxşı, narahat olma. Birinci dəfə deyil ki. Buyurun. Sabahınız xeyir. Sabahınız xeyir. Lalə, jaketi gördüm. Geyindim, baxdım da çox qəşəng idi. Çox sağ ol. Xoşdur. Hazırsansa çıxaq. Aha, çıxaq. Hələlik. Hələlik. Sağ olun. Sağ olun. Getdilər. Hopşi. Hoş geldin. Hoş gördük. İnanırsan, işimi gücümü atıb necə tez gəldimsə, niyə belə tələsi edirsiniz də dışarı? Danışacağım. Yaxşı. Günel. Xoş gəlmisən. Xoş gördük. Necəsən? Yaxşıyam, sən necəsən? Yaxşı olasan. Çox sağ ol. İşinizdə olun. Gəl. Nə olub? Günel. Nəsə olub? Qardaşımın yanındakı qız kim idi? Hə, Muradın süd anasıdır. Qəşəng qız idi ha. Aralarında deyəsən nəsə var, hə? Ay qız, yox. Lalə ailəlidir. Hə. Amma boşanacaq. Elə indi Toğrul'la məhkəməyə gedirdilər. Hə. Başa düşdüm. Hamı istədiyini edir. Amma mən, inansan özümə yazığım gəlir. Sevmədiyim adamla məcbur evlənirəm, səsimi belə çıxarda bilmirəm. Ay Nuray, bu dəqiqə qızların ürəyə gedir sənin yerində olmaq üçün. Niyə? Sevmədiyin adamla evlənmək asandır. Başa düşürəm səni, amma daha nə etmək olar? Samir gedir. Hə. Gedəndə də məktub yazıb qoy. Hər şeyin günahı məndədir. Elə demə. Hər şey yaxşı olacaq. Lalə, narahat olma, hər şey həll olacaq. Ləman gələcək. Hə, gələcək. İstəyirsən gedək sizə, onu da götürək. Yox. O bir işi var, onu həll edib sonra məhkəməyə gələcək. Başa düşdüm. Çaresizim, seni hiç kime vermərəm. Nə qədər Bu vəkilin puludur. Keçən dəfə sizlə danışa bilmədim. İndi bunu götürün, qalanını da verəcəm sonra. Lalə, onu qoy çantama. Narahat oluram axı. Sizi işinizdən, gücünüzdən məhrum eləmişəm.
gəlib məndən əziyyət çəkirsiniz. Çaresizim seni hiç Mənim üçün heç bir əziyyəti yox. Səndən xahiş edirəm bir də belə şey eləmə. Yoxsa inciyərəm. Çox sağ olun. Həmişə çətinə düşəndə ən çarəsiz anlarımda yanımda olursunuz. Çaresizim seni hiç kime vermem. Mən həmişə sənin yanındayım. Gedək. Yaxşı. Narahat olma. Mən səni pis vəziyyətdə qoymaram. Yaxşı. Gəlib şahidlik eləyəcəm. Bir dənədir də. Mənim böcəyimdən bir dənədir. Sevirəm də səni. Nəysə, mən getməliyəm. Gecikməyim. Öpmürsən? Hı? Kişinin qızı şəxsi mühafizəsi ilə gəlib. Su içirsən Lale? Zəhmət olmasa. Gözlü gətir. Necəsən? Gecikmədim ki. Yox, narahat olma. Biz də indi gəlmişik onsuz. Üzünü də görmək istəmirəm onun. Yaxşı, sakit ol. Birazdan boşanacaqsınız, onun doğumunda üzünü görməyəcəksən. Buyur Lale. Çox sağ ol. Salam Rəmo. Salam. Kim sığır? Alo, Xəbər xanım salam. Samirdir. Xahiş edirəm mənə qulaq asın. başa düşmədim. Sən niyə mənə zəng eləmisən ki? Sizlə mütləq görüşməliyəm. Yaxşı, sizin evə gəlməyim də, harada deyilsiniz, orada görüşək. Yox, sən deyinə. Bir kafeni deyə adını, məkanı da göndər, gəlim ora. Dəli olmusan sən?
Dostun zadınam sənin mən. Bir də sən gəlmə mənə. Tərbiyəsiz. Pis adamdır ki, yəni sənlə necə davranır? Məncə onu sevməyə çalışmalısan. Başqa çarən yoxdur axı. Pis adam deyil. Nə bilim, çox soyuqqanlıdır. Onunla danışanda belə ürəyim sıxılır. Bəs nə yiyəcəksən? Səbr eləyib taleyimlə barışacağam. Nə edə bilərəm ki? Salam. Salam qızım. Necəsiz? Çox sağ ol. Xoş gəlmişsən. Çox sağ ol. Necəsən? Yaxşıyam, çox sağ olun. Nuray deyəndə ki, nişanımda tez qaçıb gəldim. Həm də sizə kömək eləyərəm də. Çox sağ ol. Sən yaxşı rəfiqəsən. Sağ ol. Mənə nəsə deyəcəkdin? Yox, sonra danışarıq. Belə niyə oturmusunuz? Qızı çay niyə təklif eləmirsən? Narahat olma, deyəcəm. Ev yox. Mən deyərəm Aytənə. Çox sağ olun. Sən sağ ol qızım. Aytən, Bəli, Xavər xanım. Nuray Gülçin çay yapar. Baş üstə. Məhkəmə qərarı aldı. İddiaçı Lalə Əzizovanın Cavdət Sadiq Əzizova qarşı nikahın pozulması işi üzrə 3 ay müddət verilsin. Gedin yaxşı-yaxşı fikirləşin. İkiniz də boşanmağa hazır deyilsiniz. Ona görə də mən hələ qərar vermirəm. Ailəni qurmaq asan, qorumaq çox çətindir. Ailənizə bir şans verin. Yaxşı-yaxşı fikirləşin. Üç ay dediği 3 ay. Lalə, biraz səbirli ol da, başqa çarəmiz yoxdur. Hakim niyə belə qərar verdi ki? Arada uşağın ölümü var. Ona görə fikirləşmək üçün belə qərar verdi. Başa düşdüm. Yaxşı, görüşərik. Çox sağ ol. Ağsaqqal. Torpağı sən alva keçirmədim deyə belə elədin, hə? Amma yaxşı oldu. Sənin də üz-üzün açıldı deyə gördüm sənin üz-üzün. Çık cehennem ol buradan. Avaranın bir avara. Gördünüz? Hər şey mən istədiyim kimi oldu. Sadiq elə belə oğlan deyil, Sadiq, çıx get buradan. Layla xanımın şəxsi mühafizəsi istəndi. Neyse, mən gedim.
Sənin xəbərin var idi bu Kupça məsələsindən? Hə. Boşanmayayım deyə torpağı mənim adıma keçirdəcək. Rıza, sənin bu işdə əlin var idi. Az. El çəkdən məndən daha. Nə istəyirsən, ey? Qızım, istəyirsən mən də səndən gəlim. Narahat olma ana. Ləman gələcək məndən. Sən narahat olma, mən yanında olacağam. Yaxşı qızım, qurban ol. Biraz da səbr elə. Hər şey düzələcək. Sən səbirli ol. Vallahi düzələcək qızım, düzələcək. Çıx. Keç. Sağ ol. Hər şeyə görə çox sağ ol, Toğrul. Təəssüf ki, nəticəsi belə oldu indi. Amma həll olacaq. Yaxşı. Sənə inanıram. Əhməd sizi gözləyir. Ev aparacaq. Mən şirkətə getməliyəm. Yaxşı. Çox sağ ol. Sağ ol. Ləman. Rıza, Nədir? qızların yanında bir söz demədim. De görün bu nə torpaq məsələsi deyil. Ay atamına. Az nə istəyirsən? El çəkdən məndən daha. Nə olub? İstəyirsənsə axşam restorana gedək. Olar. Onda bizim restoranla danışım, axşam səni xəbər eləyərəm. Sizin restoranla? Nəsə problem var? Yoxdur. Sadəcə orada çox adam olur, yəni göz önündə olacaq. Ona görə dedim. Olsun. Mənim üçün problem deyil. Bizə başqaları maraqlı deyil. Düz deyirsən. Gözləyəcəm. Yaxşı. Mən gedim. Bu da qəşəng hatta. Görürsünüz, Qarabağ atıdır. Dedim, dur əyladı adam gələndə adama ləzzət eləyir, adamın ruhu dincəlir. Hə, düz deyirsən. Adam bura gələndə əsəbləri sakitləşir, sən demişkən, ruhu dincəlir. Toğrul da bilir də ağzının dadını, bilir neynir, hava gəlir. O gündə o işin gücünü atıb gəlmişdi. Rəhmətli nəməsə o da gələndə telefonuna zəng çatmır. O ümumiyyətlə neçə saat sürürlər ki burada atıb. Böyle bunlar gəldin, Toğrul nə qədər sürür, nə qədər çapırlar ki? Toğrul özü tək gələndə 1-2 saat atlarla məşğul olur, sonra da çıxıb gedir. Amma o gün tək gəlməmişdi. Ona görə də gec getdi. Kimdən gəlmişdi ki? Mənim dostumun qızı ilə gəlmişdi. Qızın xalası var, o da Toğrul müəllim gildə işləyir. Solmazın bacı qızı Ləman? Hə. O niyə gəlib ki bura? Nə bilim valla, Toğrul bəyənə at çapmağı öyrədir. Sağ olsun Toğrul. Müəllimliyi də var imiş. Amma ayol, açığın deyim ki, mənim ürəyimcə deyil. Başa düşürəm, subay oğlandı. Amma Ləman o biri qızlar kimi deyil. Ay Şəhmar müəllim, o qız gözümün qabağında böyüdü. İstəmirəm ki, Toğrul o qıza o biri qızlar kimi baxsın. Özüm başa düşdüm də nə demək istəyirəm. Ha, bana, ha.
O gün Toğrul qıza at da hədiyyə edib. Sağ ol Toğrul. Bərəkallah. Toğrul'la nə danışırdınız? Heç nə. Dedi ki, Layləyə deyərsən ki, hər şey yaxşı olacaq, düzələcək. Belə şeylər. Məhkəmə bizi boşamasa nə olacaq? Elə şey olar, Laylə. Hakim də sizi evli saxlayası deyil ki, axır əvvəl boşanacaqsınız da. Yəni məhkəmə məni Sadiqgilə göndərməz ki. Yox, dəlisən. Lalə bacı, sən narahat olma. Gördün boş ev eləmir. Madənə mən gəlib həll edeyim, 2 dəqiqəyə boşasınlar. Niyə? Vəkilsən? Nə gülürsən, mən bəq orada olsaydım çoxdandan bunu boşamışdılar. Necə olacaqdı o? Deyim da nətər, o gədə var ha. Onu aparıram kafeyə, bir dənə litrlik məsi. Onunla nəyi var, yiyib içirəm. Yiyib içəndən sonra ağlı gedir axı. Sonra telefonla ya səsini yazıram, ya videoya çəkirəm. Mənə hansı sözlər lazımdır, hamısını deyir. Məhkəmədə aparıb göstərirəm sübut kimi. 2 dəqiqənin içində boşuyuraqdır. Nə var ki burada? Məndən hüquqşünas olar, tova. Doğrudan sən niyə universitetdə oxumamısan ki? Nə bilim, mən o vaxt istəyirdim aktyor olam, dərsdə oxumurdum. Bütün gün o kinolara da baxırdım, Geksanzanın kilosuna. Dədəm imkan verdi ki, oğlum aktyor olur. Niyə? Maraqlı peşədir ki. Nə bilim, mən də onu deyirəm. Bu imkan vermədilər. 11-ci sinfi qutaran kimi, 11-ci sinfi. Getdim imtahan verməyə, aktyorluğa. Bundan dədəmin xəbəri oldu. Nar çubuğundan mən nətər yandırdı, yaxdısa, bir həftə otura bilmədim. Qaçdım, getdim mənəm gilə. Amma səndən yaxşı aktyor olardı ya. Belə məşhur olardın, qızlar da gəlib səndən avtoqraf almaq üçün qapıda gözləyərdilər. Nə qraf? Yəni, məşhur simalardan alınan imzanı deyir. Elə qəşəng imzam var ki, hamısına yazıb verərdim. Amma söz vermişəm ki, qoy evlənim, Allah qoysa. Oğlum olan kimi onu aktyor eləyəcəm. Özə müəllim özüm olacaq. İnşallah olarsan. İnşallah. Adamın lap keyfini açırsan. Oturun, gəl. Gedək. Əhməd, bu paketlər kimindir belə? Toğrul müəllimindir. Dedi, apar. Bu da? Hə, bayaq siz məhkəmədə olanda getdim, götürdüm, gəldim. Hə, başa düşdüm. Gəlmisən? Yox, hələ gəlməmişəm. Amma sabah oradayım. Gəl çıx da gözümüz yollarda qaldı. Gözümüz? Nəysə, bunları gələndə danışarıq. Səndən bir şey xahiş edeyim. Buyur, tək sən xahiş eləyəsən. Solmaz'a denə ki, zəhmət olmasa mənim evimi təmizləsinlər. Yaxşı, mənim gözüm üstə. Narahat olma. Biraz xırda doğru. Yaxşı. Deyirəm, axşama yeməyin yanında bəlkə çoban salat eləyək. Olur. Get bax, hələ gör, Reyhan var. Yaxşı. Varsa dərib gətirərəm. Onda bunlar qalsın, gələndə doğrayaram. Yaxşı. Hə, Toğrul. Olmaz xala, bizim bu dəymə düşər zəng eləmişdi. Sabah burada olacaq. Dəymə düşər? Hə, Həcər deyirsən? Ondan başqa dəymə düşər var ki, zəng eləmişdi, dedi onun evinə əl gəzdirəsən. Hə, yaxşı, eləyərəm baş üstə. Amma heç kim eşitməsin də, yaxşı. Sən deməsən heç kim bilməz. O nə sözdür, mən xəbərsiz adam. Mən elə söz dedim.
Nəysə, sən bu işi həll elə, xahiş edirəm. Yaxşı. Eləyərəm. Oldu. Eşitdim Solmaz, eşitdim. Həcər təşrif buyurur. İşe düşdü də. Neysə. Sən axşam bacıngilə getdin? Hə, Xəbər xanım, getdim. Oğlumu gördün? Gördüm. Nə demək istəyirdi ki mənə? Heç sizdən üzr istəyəcəkdi. Lazım deyil onun üzrü mənə. Gözümə görünməsin bəsdir. İfritə. Adamla aşığına bax. Nə oldu? Boşandınız? Yox xala. Niyə? Hakim 3 ay vaxt verdi. 3 aya nə olacaq? Boynuzları çıxacaq o xeyirsizin. Nə bilim xala. Neysə. Gedim Murada baxım. Mən də birazdan gələcəm. Sənə bomba xəbərlərim var. Nurlan hər şeyi öyrəndi. Hə, o da var. Hə, öyrənib ki, onu tutduran atamdır. Nə danışırsan? Ne olub? Niye keyfin yoktu? Əşi, nə bilmi? Bir xəbər eşitmişəm. Heç sənə də demək istəmirəm. Bilirəm ki, əsəbləşəcəksən. Yaxşı, de görüm ne haberdi. Həcər gəlir. Toğrula zəng eləyib ki, sabah burada olacaq. Görsən, ona görə demək istəmirdim də. Sana dememişim ki onun adını bir de bu evde çekleyin, ha? Dememişim. Neyini mi? Demeyeyim sənə, xəbərin olmasın. Durub birdən gəlsin görəsən onu. Toğrul ona çok üz verir. Ne oldu ay Cangir? Dərman Öyle gətirin. hesaplaştım ki. Dərman yüreğim gətir. sarstı. Lazım değil. İstemiyorum. Ay Allah, bircə bu Nurlan məsələsi həll olunsaydı, mən qurban kəsərdim. Qurban nə deyir? Qara qoç kəsərdim, tək ki bu məsələ həll olunaydı. Olacaq. Onu da həll eləyəcək, narahat olma. Bəs sən bayaq nə edirdin? Sevincək, bomba xəbər nə idi? Hazırsan? Deyirəm. Toğrul bugün axşam məni restorana dəvət edib. Nə danışırsan? O qədər adamın içinə. Hə. Məncə mənə evlənmə təklif eləyəcək. Bəsdir görüm o. Zarafat eləyirsən, hə? Niyə zarafat eləyim? Belə zarafat olur. Həm də ki, öz gözlərimlə gördüm. Mənə brilyant üzük alıb. Özü göstərdi. Yox. Maşında gördüm. Əhməddən soruşdum ki, bu nədir? Dedi ki, Toğrul mənim sifariş edib, mən də gedib götürmüşəm. Nə bilim valla. Görsən, bax görürsən, mən sənə demişdim. Mən sənə demişdim, Toğrul məni sevəcək, Toğrul mənim arxamca düşəcək, dəli divanə olacaq. Gördün, oldu, istədiyimiz oldu. Həm də ki,
açılıqda da məni qucaqlamışdı. Bircə qalır mənim hə deməyim. Daha denən dövlətimizin gəlha gəldi ki, bəxtimiz üzümüzə gülür. Hə, əmi, buyur. De görüm, nə olub? Doğru oğlum. Şahmara deyibsən ki, mən səni evbura müdür qoyacam. Elədir? İndi bildim niyə keyfin yoxdur. O saat gəlib sənə deyib, hə? Mən onun atasıyam, yeyir. Gəlib mənə deməlidir də. Düz deyirsən, əmi. Amma mən ona pis heç nə deməmişəm axı. Sən Şahmarın xəsiyyətini yaxşı bilirsən. Bilirsən ki, o işi qəbul eləməz. Bilirəm. Onun gözü həmişə vəzifədədir. Amma yəqin ki, yadındadır da bizim başımıza gətirdiyi oyunlar. Ay doğru, kimin səhv olmur axı, hə? O sənin əmin oğludur, düşmənin deyil ki. Əmi, mən də onun yaxşılığı üçün deyiləm də. Filialın nəyi pisdir ki? Gedib kənarda pis işlər görüb həm öz adını, həm də bizim adımızı batırmasın da. Hələ iş başlamamış, keçmiş asıb tökürsən ortalığa. Ayıbdır, həmzən ayıbdır. Sənin öz səhvin olmayıb bəyəm. Hə? Qızım Lalə necədir? Yaxşıdır. Yaxşıdır, amma biraz keyfsizdir. Yazıq uşaq neynəsin? Sadiqdən canını qutara bilir ki, göyə üçəyə adam olacaqdı. Mənə bax, bu kupça nə məsələdir? Öyrənə bildin? Hamısı Atonun işlərində. Soruşdum, heç nə demədi. Amma mən bilirəm də. Yəqin Sadiqə deyib ki, kupçanı adıma keçir, mən qızı razı salaram. Lalə də razı olmayıb, Sadiq də dəli olub da. Dəhşət deyib bu adam, dəhşət. Sən hara belə hazırlaşırsan, hə? Xeyr ola. İş görüşünə. Axşam iş görüşüm var, ora gedəcəm. Ay qızım, sən belə məşhur adam zatsan bəyəm, axşam vaxtı özü iş görüşməsinə gəlsə. Xeyr ola da, hə? Of ana, of, dəhşət səni səndə. Neyniyim, yığım deyim ki, anam qoymur gəlməyə. Bu iş mənim əlimdən çıxsa mən dəli olaram. Bu şans deyil mənim üçün. Yaxşı, yaxşı. Özündən çıxma. Allah işi avam eləsin. Sağ ol. Ata Nurlan deyir ki, məhkəmədə ona şahidlik eləyim. Deyim ki, onun heç bir günahı yoxdur. Payat ondan ha, ayrı heç nə istəmir ki. Ağzımı açdırır. Dünənki cücə mənə gəlib meydan oxuyur. Sən atanı satmayacaqsan ki. Orası elədir, amma mən gedib şahidlik eləməsəm başa düşəcək ki, mən də bu işin içindəyəm. Hə, onda neyniyəcək? Ona kimi bir şey fikirləşərik. Yaxşı, mən gedməm. Gəldim də, nə olub? Ay balam, nə olub? Dağıtma qapını, gəlirəm də. Sənə nə olsun? Kimdir belə? Samir,
Samir ay bala, hara gəlirsən? Çıx Ana, get çəkil. başına bəla axtarma. Gəl bu yana, hara gedirsən? Xavər səni görsə mən işdən qovacaq, işsiz qalacağam. Ana sən necə adamsan? Ancaq özünü fikirləşsən. Get. Get Xavəri çağır bura, yoxsa mən özüm çağıracağam. Çıx get Samir, çıx get, işsiz Dedim, qalacağam. get Xavəri çağır bura. Samir, Solmaz! Sən keç içəri. Görüm oğlum məndən nə danışmaq istəyir. Gel görüm. Hə, de görüm Eldar nə inməyib. Ya sözümü de ya da çıx get də. Xavər xanım, Eldar evli olub. Nə olub da? Ki biz bilmirdik. Bir iki ay evli olub və salam. Nə var ki burada? Yaxşı, olsun. Yoldaşının öldürüldüyünü də bilirdiniz.